Salamlayıram hər kəsi. Mən Çayqaraşlı, Şabran rayonu Çayqaraş kənd sakini. Sultanov İzzətəli Həsənoğlu. Bu çəkilişi aparmaqda səbəb odur ki, mən torpaqla əlaqədar çəkiliş edirəm. Bu torpağı bir neçə illər mən işlətmişəm. 1 illik müqavilələ. İndi də aprel-may aylarında bu il, 2025-ci il, icra başçısı Çayqaraşlı gəlmişdi. Mən də icra başçısına müraciət elədim ki, cənab icra başçısı, bu 1 illik müqavilələ istifadə elədiyim torpağı mənə köməklik eləyəsiniz, mən bunu uzun müddətli icarəyə götürüm. Bələdiyyə xanım da Şabran rayon bələdiyyəsi həmən icrasında iştirak edirdi, icra başçısı da tapşırdı ona. İndi aprel-may ayından bəri uzun müddət keçməyinə baxmayaraq, mən də bütün sənədləri nələr istəyib məndən, mən dəfələrlə gedmişəm, bələdiyyənin qəbulunda olmuşam, ərizə yazmışam, nə sənədlər istəyib, yığıb aparıb vermişəm. Ona baxmayaraq, bıçağacan məni yubadıb, gəlib çıxmışam noyabr ayının 19-da. Bu il noyabr ayının 19-da təkrar yenə icra hakiminin qəbulunda olmuşam. İcra hakimi də, bələdiyyə də orada iştirak edib, yenə deyib ona. İndi də noyabr ayı. Mən bundan sonra haçan əkəcəm, haçan istifadə edəcəm bu torpaqdan bilmirəm. 9 nəfər ailə üzvünün, bu Çayqaraşda yaşayırıq, 9 nəfər ailə üzvünün torpağı yoxdur. Verilməyib torpaq. 7 uşaq islahatdan sonra anadan olandır. Ən böyük uşaq 98 təvəllüddür. İslahat gedib 96-97-ci illərdə. Yaxşı, bu Çayqaraşda 100 ev var. Onun 70'i köçüb çıxıb gedib, 30 ev qalıb. Onlardan da köçüb getmək istəyənlər var, biri də mənəm köçüb getmək istəyənlərdən. Torpağım yoxdursa, mənə bura nə bağlayır? Qalıb burada nə işlə məşğul olum? Qazı, işığı, suyu olmayan bir kətdə, mənim torpağım da yoxdursa, mən bu kətdə nə gəzirəm? Bələdiyyə müraciət edəndə, bələdiyyə xanım da deyir ki, mən bu torpağı, bura 28-30 hektardır, nə qədərdir bilmirəm, dəqiqliylə, təxminən belədir. Bu torpağı deyir, özüm əkəcəm, bezirəcəm, öz işçilərimin maaşını vermək üçün. Yaxşı, siz öz işçilərinizin maaşını verirsiniz. Bəs mən 7 uşağın maaşını hardan verim, hardan dolandırım? Mən də bu çəkilişdə heç kimə müraciət eləmirəm. Tək bir dənə müraciət elədiyim ölkə başçısı, prezidentimiz İlham Əliyevədir. Xalqdan da onu xahiş edirəm ki, bəyənsin, dəstəkləsin ki, mən bu videom prezidentə çatsın, xəbəri olsun. Köməklik bir dənə prezidentdən istəyirəm, başqa heç kimdən. Sağ olun.